Salam, hörmətli müəllimlər, hər vaxtınız xeyir olsun. Mən yeni EMAŞi Mühəndisi Test Bankından qəbul səviyyəli çox maraqlı bir sualı sizə təqdim edirəm. Sualımız belədir. 4x üstəgələ 3y minus 5 bərabər 0 düz xətti ilə y bərabər 2 düz xəttinə nəzərən simmetrik olan düz xəttin tənliyi ax plus by plus c bərabər 0 olarsa, burada plus 2 dənə düşüb. Deməli, modul A plus B plus C cəminin kiçik qiymətini tapın və ABC də daxildir. Z verib bizə. Gələk müəllimlər, öncə verilən düz xəttə simmetrik olan düz xəttin tənliyin tapaq. Məsələn, AX, BY və CZ düz xətti üzərində mən bir X, Y nöqtəsi götürsəm və desəm ki, həmin nöqtənin Y bərabər 2-yə nəzərən simmetrik olacaq, X və 4 minus y şəklində olacaq. Və həmin bu nöqtə harda yerləşir müəllimlər? Həmin bu nöqtə yerləşir, deməli, həmin bu nöqtə yerləşir bizə verilən düz xəttin üzərində. Yəni, verilən düz xəttdə harda x var yerinə x yazdım, elə 4x, harda y var yerinə də yazacağım 4 minus y, minus 5 bərabərdir 0. Həmin düz xətt oldu bu şəkildə. 4x üstə gəlinsin, 12 minus 3y, minus 5 bərabərdir 0. Yəni, 4x minus 3y üstə gələ 7 bərabər 0. Və bizdən də soruşur müəllimlər A plus B plus C cəminin, yəni modulda 4 minus 3 üstə gələ 7, soruşur bizdən cavab olacaq 8. Bəs burada sualımız belə olar. Niyə bizdən cəmin kiçik qiymətini istəyir? Və niyə bizdə ABC daxil Z istəyir? Yəni biz zaten 4x minus 3y plus 7 almamışıq mı? Yəni burada əmsallar zaten tam ədədlərdir. Bəs niyə bu şərti verib müəllimlər? İndi sizə izah edin müəllimlər, göstərin bunu. Çünki mən istəsəm, bu tənliyin hər tərəfin tutaq ki deyirəm, 5-də 1-ə vursam, alaram burada 0,8x minus 0,6y üstə gəlinsin 1,4 bərabər 0 olacaq. Yəni, yenə də həmin düz xətti almışam yenə də. Aydındırmı? Və yaxud əmsalları hər tərəfin 2-yə vursaydım, yenə də 8x minus 6y plus 14 bərabərdir 0. Yenə müəllimlər, verilən düz xətlə eyni bir düz xətti almış olardım. Və burada əmsallar təbii ki bir-birindən fərqlənə də bilər.